Yüksək ixtisaslı miqrant portalına xoş gəlmisiniz. Bu portal Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli sərəncamı əsasında yaradılan yüksək ixtisaslı miqrant proqramında iştirak etmək istəyən şəxslərin müraciətlərinin bir pəncərə prinsipi əsasında qəbulu və cavablandırılması üçün yaradılıb. Portal istifadəçilərin məlumatlara daha rahat və səmərəli çıxış imkanını təmin etmək məqsədi ilə 4 dildə Azərbaycan, Türk, Rus və İngilis dillərində fəaliyyət göstərir. Yüksək ixtisaslı miqrant proqramı müasir tələblərə cavab verən yüksək ixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında işləməsini təşviq edir və onların ölkədə haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarını genişləndirir. Proqram çərçivəsində qalib olmuş şəxslərə bir sıra güzəşt və imtiyazlar təqdim olunur. Belə ki, proqram qalibləri sadələşdirilmiş qaydada viza alaraq ölkəyə gələ və iş icazəsi tələb olmadan əmək fəaliyyəti ilə məşğul ola bilərlər. Həmçinin sürətləndirilmiş və güzəştli qaydada uzun müddətli yaşama icazələri əldə edə bilərlər. Proqram qalibi ilə birlikdə ölkəyə gələn ailə üzvləri də daha qısa müddət ərzində müvəqqəti və daimi yaşama icazələri əldə edə biləcəklər. Bununla yanaşı, qalibin həyat yoldaşı və 23 yaşınadək övladları sadələşdirilmiş və güzəştli qaydada iş icazəsi ala biləcəklər. Proqramda iştirak etmək üçün ana səhifədə müraciət et düyməsini və ya portalın sağ yuxarı küncündə yerləşən daxil ol və daha sonra proqram iştirakçısı düyməsini klikləyin. Açılan pəncərədə elektron poçt vasitəsilə qeydiyyatdan keçməklə şəxsi elektron kabinet yaratmalısınız. Qeydiyyatdan keçdikdən və açılan səhifədə qaydalar ilə tanış olduqdan sonra yenidən müraciət et düyməsini klikləyərək elektron ərizə anketdə tələb edilən məlumatları doldurun və zəruri sənədləri əlavə edin. Əgər ərizə anketdə qeyd olunan hər hansı məlumat sizdə yoxdursa və xananın doldurulması tələb olunmursa, həmin xananı boş saxlaya bilərsiniz. Daha sonra isə müraciəti göndər düyməsini klikləyin. Müraciətiniz tələb olunan qaydalara uyğun tamamlandıqda və qəbul edildikdə, bu barədə sizə elektron kabinetiniz və elektron poçt ünvanınız vasitəsilə müvafiq bildiriş göndəriləcək. Müraciətiniz təmin edildiyi və ya yüksək ixtisaslı miqrant hesab olunmanızdan imtina edildiyi təqdirdə, barənizdə qəbul edilmiş qərar və ya elektron sənəd bildirişlə birlikdə elektron poçt ünvanınıza və şəxsi elektron kabinetinizə göndəriləcək. Yüksək ixtisaslı miqrant hesab olunduğunuz təqdirdə bunu təsdiq edən elektron sənədin qüvvəyə minməsi üçün həmin müraciətə əlavə etdiyiniz sənədlərin tələb olunan sürətlərini yüksək ixtisaslı miqrant portalına daxil edə bilərsiniz. Həmçinin əldə etdiyiniz elektron sənədin yenidən rəsmiləşdirilməsi və ya ləğv edilməsi üçün şəxsi elektron kabinetiniz vasitəsilə müraciət edə bilərsiniz. Portalın sağ yuxarı küncündə yerləşən daxil ol və daha sonra proqram iştirakçısı düyməsini klikləyərək şəxsi kabinetinizə giriş etməyiniz mümkündür. Şəxsi kabinetiniz vasitəsilə eyni zamanda müraciətlərinizin statusunu izləyə və yekun qərarla tanış ola bilərsiniz. Portal həmçinin işəgötürənləri əcnəbi mütəxəssislərin məlumatlarına çıxış imkanı ilə təmin edir. İşəgötürən kimi qeydiyyatdan keçmək üçün portalın sağ yuxarı küncündə yerləşən daxil ol və daha sonra işəgötürən düyməsini klikləyin. Açılan səhifədə digital login vasitələrindən birini seçməklə qeydiyyat üçün müraciət edə bilərsiniz. Qeydiyyatınız təsdiq edildikdən sonra elektron kabinetinizə daxil olaraq fərdi məlumatlarının işəgötürənlərlə paylaşılmasına razılıq vermiş proqram iştirakçılarının məlumatları ilə tanış ola bilərsiniz. Eyni zamanda seçiminizə uyğun olaraq ehtiyac duyduğunuz iqtisadi fəaliyyət növləri üzrə əcnəbi mütəxəssislər barədə sorğu verə bilərsiniz. Proqram və müraciətlə bağlı əlavə suallarınız yaranarsa, daxil ol düyməsindən solda yerləşən tez-tez verilən suallar bölməsinə keçid edərək sizi maraqlandıran suallara cavab tapa bilərsiniz. Əlavə olaraq sorğu, təklif və digər müraciətləriniz üçün info@pas.gov.az elektron poçt ünvanına və ya daxil ol düyməsindən solda yerləşən məktub yaz düyməsini sıxmaqla bizə yaza bilərsiniz. Yüksək ixtisaslı miqrant proqramı ilə bağlı yeniliklərdən xəbərdar olmaq üçün portalın sol aşağı küncündə yerləşən hissədə elektron poçt ünvanınızı qeyd etməklə abunə ol düyməsini klikləməyiniz kifayətdir. Bununla siz proqram və portalla bağlı yeniliklər barədə mütəmadi olaraq məlumatlandırılacaqsınız.